kitab oxumağın özü də bir mədəniyyətdir, tamaşaçılar, ümumiyyətlə kitabın, biraz sən əvvəl kitabdan sual verdin. Kitab oxumaq, ümumiyyətlə ona davranmaq, əlinə almaq, oxumaq özü bir mədəniyyətdir, amma elə... Yazmaq da bir mədəniyyətdir. Eləcə də sənin kimi. Hə, çox sağ ol. Ümumiyyətlə, bir cəmiyyətə təsir göstərən kitablar, əsərlər kifayət qədər çoxdur. İndi bizim haqqımızda, bizim deyil də bizim sevimli Mürşid müəllimin haqqında danışacağı kitab da cəmiyyətə təsir göstərən, zamanda təsir göstərmək üçün yazılan kitablardandır və distopiya janrının ən gözəl nümunələrindən biridir Mürşid müəllimin haqqında danışacağı kitab. Amma istəmirəm mən onu deyim, çünki Mürşid müəllim kifayət qədər gözəl formada indi bizə hər şeyi izah edəcək. Sabahınız xeyir olsun Mürşid müəllim, necəsiniz? Salam, sabahınız xeyir olsun əziz xanımlar, sizi görməyə çox şadam. Bəli, artıq yay fəslidir, insanların bir hissəsi istirahət edir, bir hissəsi istirahətə hazırlaşır və yerinə asılı olmayaraq düşünürəm ki, istər təbiət qoyunda, istər evdə, divanda da ən mənalı, ən gözəl istirahət üsulu elə kitab oxumaqdır və biz də hər dəfə rubrikamızda yeni bir kitab, yeni bir maraqlı janr sizə təqdim edirik. Bu dəfə isə fantastika, elmi fantastika janrını təqdim edirik. Ray Bradbury'nin məşhur 451 Fahrenheit əsərini təqdim etmək istəyirəm. İlk olaraq əsərin adından başlayaq. Nəyə görə məhz Fahrenheit 451? Elə kitabın özündə də qeyd olunduğu kimi, məhz bu temperaturda, yəni 451 dərəcə Fahrenheit temperaturunda kitabın vərəqləri alışıb yanır. Elə məhz bu barədə də tədqiqatçılar çoxlu araşdırmalar aparıb və qeyd ediblər ki, ola bilsin müəllif Ray Bradbury burada səhv salıb, Fahrenheit-lə Celsius'ni səhv salıb. Çünki 451 Fahrenheit təqribən 233 Celsius'dir və araşdırmalara görə xüsusi lifli kağızlar təqribən 400, hətta 450 dərəcə Celsius'də alışıb yanır. Amma digər mütəxəssislər bildirirlər ki, bu aiddir qiymətli kağızlara, pullara istifadə olunan kağızlarda. Amma belə deyək, selülozdan təşkil olunmuş kağızlar elə təqribən 220-240 dərəcə Celsius'də alışıb yanır. Müəllif özü isə, Ray Bradbury özü isə bu hadisə haqqında belə deyib ki, o ilk olaraq deməli Kolumbiya Universitetinə zəng eləyib, ondan sonra Şimali Karolina Universitetinə zəng eləyib, lakin onlardan bir elmi açıqlama ala bilməyib. Və bundan sonra o Los Angeles'in yanğın söndürmə məntəqəsinə zəng eləyib və növbətçi ona dediyi ədədi, həm də 451-i bu kitaba ad kimi seçib. Əslində kitabın yazılması tarixçəsi çox maraqlıdır. Ray Bradbury bu kitabı Los Angeles'də ictimai bir kitabxananın zirzəmisində yazıb. Və orada o deməli kirayəyə bir çap maşını götürür və təsəvvür edin ki, bu çap maşını xüsusiyyəti ondan ibarət edir ki, orada bir yer vardı, ora pul atmaq lazımdır, 10 sent atmaq lazımdır və bu 10 sentin müqabilində yarım saat çap eləmək mümkündür. Ümumilikdə Ray Bradbury 9 gün sərf edib kitabın yazılmasına və $9.80 qiymətə belə deyək, bu kitab ona başa gəlib. Kitab haqqında danışaq. Kitabın əsas qəhrəmanı Guy Montag'dir. O yanğın söndürəndir, amma biz bildiyimiz yanğın söndürən yox. Çünki bu əsərdə qeyd olunan zamanda, dövrdə, ölkədə artıq divarlar, binalar, evlər hamısı oda davamlı materialdan hazırlanırdı və yanğın söndürənlərə ehtiyac yox idi. Amma onların işi tamam başqa idi. Həmin o yanğını söndürən briqadalar kitabları məhv edirdilər. Bəli, o vaxt mədəniyyət tamam başa düşülürdü və düşünürdülər ki, kitablar əslində bilik mənbəyi yaxşı bir şey deyil, çox pis bir şeydir. Və kitabları yandırırdılar. Nəinki kitabları, kitab saxlanılan evləri yandırırdılar. Və əlbəttə bizim qəhrəman Guy Montag düşünürdü ki, əslində bu düzgün deyil, kitab yandırmaq üçün deyil, oxumaq üçündür və o bir növ bu sistemə qarşı vuruşurdu. Əslində anti-utopik əsərlərdə biz George Orwell haqqında danışmışıq keçən dəfə əsərlərdə adətən sistemə qarşı bir və ya iki qəhrəman olur ki, onlar vuruşurlar və mübarizə aparırlar. Doğrudan da əsər çox maraqlıdır və burada mən bir şey qeyd eləmək istəyirəm ki, yazıcı fantastların özünə məxsus bir xüsusiyyəti var. Onlar gələcəyi görmə, gələcəyi duyma qabiliyyətinə malikdir. Biz Jules Verne haqqında da bunu danışmışdıq. Çünki müxtəlif ixtiralar var, müxtəlif qurğular var ki, o yazıçılar əvvəl onu qeyd edirlər, amma yalnız sonra, illər sonra onlar həyata keçir. Elə Ray Bradbury'nin öz əsərlərində də, elə dediyimiz Fahrenheit 451 əsərlərində də bu var. Deməli, əsər 1953-cü ildə yazılıb və o vaxtı qulaqlıqlar, iri, böyük qulaqlıqlar var idi. Düzdür, indi ondan istifadə edirik, amma o zaman yalnız elə qulaqlıqlar idi və əlbəttə ki, kabeli olan. Ray Bradbury isə əsərdə kiçik balıq qulağı formalı, simsiz, naqilsiz bir
qulaqlıq ixtira etmişdi, belə deyək, və onun qəhrəmanları həmin qulaqlıqdan istifadə edirlər. Və həmin qulaqlıqlar yalnız bir 30-40 il sonra ixtira olundu və artıq insanlar ondan istifadə edirlər. Ray Bradbury bir fantastik yazıcı kimi onun bir çox əsərləri var. Ən məşhurlarından biz deyə bilərik bu əsərdən başqa Mars xronikaları, Külək, İldırım səsi və digər çox gözəl əsərlər var. Yəni fantastikanı sevdirən əsərlər var və onunla bağlı çoxlu filmlər də çəkilib və ümumiyyətlə əsərlərdə Ray Bradbury hətta gələcəyə dediyim kimi baxış var. Orada müxtəlif obrazlar var ki, android robot obrazlar var ki, insan bir növ ailə üzvünü əvəz edir. Düzdür, o vaxt yazılanda bu çox qəribə gəldi, qeyri-adi gəldi. Amma indi görürük ki, doğrudan da bu çox uyğundur və müasir əsrə yaxındır. Yalnız bir məsələdə Ray Bradbury belə deyək tələsib. Çünki onun əsərlərində insanlar artıq bu dövrdə Marsı fəth edirdilər, Marsda evlər qururdular, yaşayış məskənləri salırdılar. Amma hələlik bizdə isə bizim alimlərimiz, kosmonavtlarımız, astronavtlarımız hələ ona nail ola bilməyiblər. Doğrudan olduqca maraqlı bir əsərdir və düşünürəm ki, fantastika janrını xoşlayanlar, elmi fantastika janrını xoşlayanlar, anti-utopiya janrını xoşlayanlar üçün çox gözəl istirahət və mənəvi bir zövq verə biləcək bu əsərdir. Bugün bu qədər. Sözü ötürən bizim gözəl və dəyərli aparıcılarımıza. Təşəkkür edirik. Çox sağ olun. Dəyərli məlumatlar paylaşdınız. Elə 1984-ü qeyd elədiniz George Orwell-ı. Mən həmişə bu kitabları dəyişik salaram. İkisini də oxumağıma baxmayaraq dəyişik salaram ki, hansının da süjet xətti hansıydı. 1984-cü hər iki kitabda ümumiyyətlə fərdi düşüncə əsas belə deyək hakimiyyətin qorxusuydu. Yəni insanların fərdi düşünmə qabiliyyətini boğmağa çalışırlar, amma burada yanaşma fərqlidir. Məsəl üçün 1984-cü il adlı kitabında, 1984 kitabında insanlar daha çox işgəncə, qorxutmaqla, əzab-əziyyət verməklə insanları bu fərdi düşünmədən uzaqlaşdırırlar, bu kitabdan, ədəbiyyatdan uzaqlaşdırırlar. Amma Fahrenheit əsərində isə, deməli, 451 Fahrenheit əsərində isə insanlar daha çox əyləncə ilə, həddindən artıq çox informasiya verməklə, informasiya bolluğunda da insanın fikirləri qarışır, bilmir nə, hansı məlumatı hardan aldı bu və televiziyalarda çox da adəti olmayan məlumatlar paylaşmaqla, dediyim kimi, əyləncə qismini artırmaqla insanları bir növ fərdi düşüncədən uzaqlaşdırırlar. Amma hər ikisinə təbii ki, dediyimiz kimi, bu kitablar əsas hökumətin əsas düşmənidir, totalitar rejim hər ikisinə də hökm sürür. Amma bir növ dediyim kimi, bu fərqli yanaşmalar var. Çox maraqlı kitabdır, yəni tövsiyə edirik hər birinizə, tamaşaçılar oxuyub, faydalanıb, aydınlana bilərsiniz.